Kişilər boşanmaq istəmir. Bu isə onların ailəni qorumaqdan ötürü deyil, ictimai qınaqdan qorxma səbəbləridir. Bu sözləri Yeni Sabaha açıqlaması zamanı hüquqşünas Zibeydə Sadıqova bildirib. O, sözü gedən problemlə bağlı bir sıra nüanslara toxunub. Boşanmaların təşəbbüskarları qadınlardır demək doğru deyil. Lakin boşanma üçün müraciət edənlərin əlbəttə ki, böyük əksəriyyəti, hətta 70%-dən çoxu qadınlardır. Ümumiyyətlə məhkəmələrə baxsanız, müraciət edənləri siyahıya alsanız, görərsiniz ki, kişilər boşanmaq istəmir. Hətta bəzən razılığa gəlirlər ki, ayrı yaşasınlar, amma boşanmasınlar. Kişilərə bu, ailəni qorumaq üçün yox, sadəcə cəmiyyətdə qınaq obyekti olmamaq üçün lazımdır. Hüquqşünas onu da qeyd edib ki, boşanmaların böyük əksəriyyəti məişət zorakılığı ilə bağlıdır. Əlbəttə ki, digər səbəblər də rol oynayır, amma məişət zorakılığının artması halları nikahların pozulması statistikasının artmasına səbəb olur. Aliment üçün boşanırlar fikri kökündən yanlışdır, çünki məhkəmə aliment müəyyən eləyir, amma onun icrasında böyük əngəllər olur. İllərlə aliment ala bilməyən qadınlar var. Alimentin miqdarı da böyük deyil və həmin pulla uşağa yalnız qida almaq mümkündür. Uşağın digər xərcləri də yenə ananın üzərinə qalır. Cəmiyyətə qadınları günahkar, ailə dağıdan, aliment istəyən kimi təqdim eləmək isə təhlükəlidir. Bu formada təqdimat qadınların üzləşdiyi problemləri ciddiyə almamağa gətirib çıxarır deyə xanım hüquqşünas bildirib.